Məhluldakı duzun miqdarını 50% azaltdıqda 25% məhlul alınır. İlkin məhlulun neçə faizi olduğunu tapın deyir bizə. Deməli, burada duza A, suya B deyək. Deməli, məhlul tapmaq üçün nə etməliyik? A plus B. Yəni, duzla suyun qarışığı və yaxud spirtlə suyun qarışığı məhlul verir. İndi burada biz, baxın, deyir ki, məhluldakı duzun miqdarını 50% azaltdıqda onda A bərabər olacaq 0,5A-ya. Azaldı, baxın. İndi biz burada deyir ki, deməli, azaltdıqda 25% məhlul alınır. Onda A bölünsün A plus B vurulsun 100%. Düsturundan buna gedəcəyik. Onda 0,5A bölünsün 0,5A vurulsun B vurulsun 100% bərabərdir 25-ə. Buradan 1, 4 deməli. Buradan olacaq bunları çapraz vursaq 2A bərabərdir 0,5A plus B. Buradan olacaq 1,5A bərabərdir B-yə. Buradan olacaq 3A bərabərdir 2B-yə. Onda buradan olacaq A 2K B-də 3K. Gətirib burada bunu yerinə qoysaq. Deməli 0,5A bölünsün 0,5A plus B bərabərdir 1 bölünsün 4-ə. İndi burada olacaq 2K plus 2K plus 3K. Buradakı mən rəqəmlər arada aldım. Baxın, burada mən əvəzləmişdim. Buna gətirib yerinə qoydum. Deməli, vurulsun 100%. Buradan olacaq 5-dəki K vurulsun 100%. Buradan K'larımız gedəcək, olacaq 40%. Əgər izah bəyənirsinizsə, bir faydası olsa, zəhmət olmaz kanala abunə olub videoları bəyənməyi unutmayın. Kanala dəstək olmayı unutmayın. Fikirlərinizi və rəylərinizi bildirməyi unutmayın. Sağ olun, salamat qalın.